با هم çox yeməli və gözəl balənc murabbası bişirək. Baləncləri vəsətdən kəsin, için boşaldın, suların çıxaldın ki, lazımımız olacaq. Qabıqların bu halətdə kəsin və rol eləyin ta gül şəklində olsun. Baxsa bağa girmişəm, ətirli gül dərmişəm. Qohum qardaşına lazım, mən yarı bəyənmişəm. İşlərinə sərin su artırın, qaz üstə qoyun, elə ki qaynayıb 5 dəqiqədən sonra süzün. Bu işi 5 dəfə təkrar eləyin. 1 kilo baləncə 4 livan su, 2 livan şəkər artırın, qaz üstə qoyun ta şəkər həll olsun. Ondan sonra balənclərin üstünə tökün, neçə dənə də hel artırın. Bu arada baləncin suyundan qabın qırıqlarını təmizləyin ta murabba şəkərlənməsin. Zaman verin ki qaynasın və qabama gəlsin. Murabba soğuyana üçün dəmkonu qoyun. Ondan sonra bizim bu gözəl və məclisi murabbamız amadədir. Yaşayasınız.